Azərbaycan hakimiyyəti uzun illərdir ki, müxalifəti blokadada saxlamaqdan ötürü. Şəxsən mənim demək olar ki, tam olaraq xarici əlaqələrimin kəsilməsindən ötürü, mühasirə vəziyyətində qalmamdan ötürü ki, heç yerə səsim gedib çıxmasın, heç bir yerdə müraciətlərim qeydə alınmasın, çox sistemli bir iş aparıb. 20 ildir ki, mənə pasport vermirdilər. Azərbaycanda azad mətbuatı sonuncusuna qədər məhv ediblər. Və hökumət mənə pasport verməyəndə, azad mətbuatı ləğv eləyəndə düşünmürdü ki, bunu ona görə eləmirdi ki, sonra mənim səsim beynəlxalq nüfuzlu konferanslardan gəlsin. Ona görə də bir anda pərt oldular. Bir anda uzun illər ərzində apardıqları işin suya düşdüyünü gördülər. Bunlar mənə pasport vermirdilər ki, mən Avropada, dünyanın müxtəlif mərkəzi şəhərlərində keçirilən tədbirlərdə iştirak edə bilməyim. Amma ard-arda mənə gələn 4 mühüm dəvət və sonuncu dəfə artıq Avropalıların çıxış yolu tapıb, mən gələ bilmirəmsə də video müraciətimi konferans iştirakçılarına təqdim etməsi. Və nəhayət, Azərbaycanda media tamamilə bloklanıb, indi bugün Azərbaycanda məndən gəlib ya evimdə, ya öz ofisində müsahibə alacaq heç bir müstəqil kütləvi informasiya vasitəsi qalmıyor. Amma bizim izləyicilərimiz bilir ki, son bir ildə mənim müsahibələrim və yazılarım dünyanın ən nüfuzlu mətbuat orqanlarında çap olunub, dərc olunub. Yəni Azərbaycan hökuməti Azadlıq qəzetini, digər müstəqil qəzetləri, saytları ona görə qapatmayıb ki, sonra da mən gedim Le Monde-da, Economist-də, Newsweek-də, Washington Post-da, New York Times-da, Telegraph-da və başqalarında müsahibələr verir. Deməli, plan suya düşmüş oldu. Ona görə də əsəbləri dözmədi. Bu ən əsas bir məqam oldu. Amma açığı biz ondan əvvəl də hiss edirdik ki, artıq Azərbaycan hakimiyyəti əsəbləri dözmür. Yəni, bütün maneələr, yaradılan maneələr bizi durdura bilmədiyinə görə, onun müxalifətlə bağlı planı pozulduğuna görə biz bunu hiss elədik 15 sentyabr Türk şəhidliyinə ziyarətdə. Birinci dəfə idi ki, açıq-aşkar bizim 20 yanvar şəhidlərini ziyarətimizin qarşısına polis kəsdi qoymadı. Yəni, maneələr yaradılıb indiyə qədər, dolu.